Salam aleyküm, hər vaxtınız xeyir, sərfələm lakin daimi izləyiciləri. Mən sizə Hövsanda, Buta marketin arxasında asfalt yoldan 50 metr aralı 2 sot 2.8 torpaq sahəsinin içində belə bir həyəti olan, belə bir üz görünüşü olan 4 otaqlı həyət evi ilə tanış eləməyə gəlmişəm sizi. Gördüyünüz kimi həyətimiz tam etlə üzlənli, burada ağaclar üçün yer qoyulub. Evimizin qazı su işığı daimidir. Həyətimizə 4-5 maşın rahat daxil ola bilir. Bu həyətimizdə inşa edilmiş qarajdır. Bu evimizin arxasına, yanına gedən yoldur. Evimizin istilik sistemi kombidir. Bu aşağıda inşa edilmiş köməkçi otaqlardır. Görürsünüz, ışıqları çəkilib, malası vurulub. Bu bir otaq. Burada ikinci bir otaq. Burada sanitar qovşağı üçün nəzərdə tutulub. Buraya yəqin mətbəx olar. Burada da üçüncü bir otaq. Görürsünüz. Qalxırıq ikinci mərtəbəyə. Bu evin qabağında inşa edilmiş yay balkonudur. Daxil olur evimizə. Salam aleyküm. Evimizə daxil olan kimi gördünüz, yəni yeni qeyd edirəm, evimizin istilik sistemi kombidir. Geniş bir koridoru var. Daxil olan kimi sol tərəfdə evimizin mətbəxi yerləşir. Mətbəxdən həyət şəbəkə pəncərə inşa edilir. Burada yenə sol tərəfdə geniş bir otaq. Evimiz tam təmirlidir. Yəni xırda işlər olsa, gözünüzə deysə, onu da tam təmir eləyib verir. Görürsünüz, gizli işıqların yeri qoyulur, spotların yeri qoyulur. Onlar tam təmir olunub, istifadəyə veriləcək. Bura bir geniş bir qonaq otağıdır. Bu oldu 2 otaq. Burada otaqlarımız maşallah genişdir. Burada üçüncü bir otaq. Evimizin polu taxtadır. Burada isə deski otaq demək olarsa, deski otaq da böyüdür maşallah. 4-cü bir otaq. Burada isə sanitar qovşağı inşa edilir. Görürsünüz, aksesuarlar quraşdırılır tam təchizatı ilə. Sanitar qovşağının polu isti poldur. Dostlar, evimizə 125.000 AZN deyilir. Real olacaq, indirim olacaq. Bu arada kanalımıza abunə olmağı unutmayın ki, yeni çıxan videolarımızla ən birinci siz tanış olasınız. Satışda 1-2-3 otaq, 3-4-5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Mülkiyyət çıxarışına boş torpaq sahələrimiz var. Bir də kənd təsərrüfatı təyinatlı, bir də rabitə sənaye və nəqliyyat təyinatlı hektarlarla torpaqlarımız var. Gəlin alın, Allah alana da xeyir versin, satana da.